Onların da ehtiramı. Məsələn, biz tarixdə baxırıq, onların hörmətini sındıranlar da olub, onlara hörmətli tutanlar da olub. Məsələn, onlardan biri Əli ibn Yəqtin adında bir şəxs vardı İmam Musa Kazımın vaxtında. Əbbasi xəlifəsi Harun Rəşidin vəziri idi. Məhəbbəti vardı İmam Musa Kazım əleyhissalama və qısa edirəm, bir çox hədiyyələr göndərmişdi imam üçün hədiyyə olaraq. İmam o hədiyyələrin hamısını qəbul eləmişdi. Bir dənə gözəl bir libas var idi. Zərli bir, gözəl bir paltar idi, bir libas idi. Həzrət onu gətirənə bükdü və verdi. Ona dedi ki, bunu verin Əliyə və qoysun bir yerə. Bu onun gərəyi olar. Hamısını qəbul elədi, amma o libasdan gözəl bir libas idi, zərli bir libas idi, neydisə, möhtəşəm bir libas idi. Və Həzrət onu qəbul eləmədi. Zaman keçdi, vaxt keçdi. Əli ibn Yəqtinin vəzirin xadimlərindən, xidmətçilərindən birinə acığı tutdu və acığı tutandan sonra dedi, indi sənin başıma mən gönlünə oyun gətirərəm. Getdi Harun Rəşidə şikayət elədi Əlini. Dedi, sizin xəbəriniz olmadan Əli ibn Yəqtin xüsusi hədiyyələr göndərir Musa Kazım əleyhissalam üçün, bir halda ki, sizin ona qarşı fikriniz bir başqadır. Amma vəzirinizin ona qarşı elədiyi, göstərdiyi bu iş, bu əməl, bu ondan xəbər verir ki, sizə ihanət edir, xəyanət edir, belə deyir. Harun Rəşid deyir, özündən çıxdı, dedi, bunu sən gərək sübut eləyəsən və Əlini yanına çağıtdır. Dedi, sənə ki, o hədiyyələr vermişdim, o hədiyyələr içində bir hədiyyə də həmin o libas idi. Dedi, o libas hardadır? O libası gətirib mənə verə bilərsən, göstərə bilərsən. Dedi, o libas məndədir, hardadır? Dedi, amma sən buradan tərpənmədən, burada dayanan halda. Dedi, filan yerdə, filan hücrədə, filan otaqda, filan sandığın içində libas orada bükülüb, ətirlənib oradadır. Və göndərdi xidmətçilərindən birinin başqa bir xidmətçisini. Ondan getdi, götürdü, gəldi, gördü ki, bəli, həmin libas orada necə var, elə qalıb. Harun Rəşidin deyir, hirsi yatdı, qəzəbi elə deyə yatdı. Ondan sonra o xidmətçini cəzalandırdı və dedi, bundan sonra hər kim gəlib səndən mənə nə xəbər desə, mən o xəbəri qəbul etməyəcəm. Yəni, biz baxırıq ki, hətta zalim bir xəlifənin vaxtında olan onun vəziri belə, yəni belə deyək də, onun gizlindən Əhl-i Beyti, Ali Rəsulullaha, Peyğəmbər ailəsinə hörmətləri olub, onlara diqqətləri olub və biliblər ki, axirət saadəti yalnız bunlara hörmət etməklə mümkündür. Ona görə ikinci hörmət də Ali Rəsulullaha olan hörmətlərdir.